Ümumdünya Səhiyyə Təşkilatına üzv ölkələr mayın 19-dan 27-sinədək Cenevrədə keçirilən Ümumdünya Səhiyyə Assambleyası 78-ci sessiyasında pandemiya ilə mübarizə üzrə sazişin qəbul edilməsinə səs verib. İclasda iştirak edən 124 üzv ölkə sazişin leyhinə səs verib, əleyhinə səs verən olmayıb. İsrail, İran, İtaliya, Polşa, Rusiya və Slovakiyada daxil olmaqla 11 ölkə bitərəf qalıb. Müqavilənin təsdiqlənməsi üçün 83 səs çoxluğu tələb olunub. Saziş layihəsi mayın 20-sində Ümumdünya Səhiyyə Assambleyasının plenar sessiyasında rəsmi olaraq qəbul ediləcək. Pandemiya ilə mübarizə üzrə saziş, gələcək pandemiya təhdidlərinin qarşısının alınması və cavab tədbirlərinin görülməsində qlobal əməkdaşlığı gücləndirmək məqsədi daşıyır. Müqavilə layihəsinə əsasən Ümumdünya Səhiyyə Təşkilatı ölkələri patogenlərə çıxış və faydaların bölüşdürülməsi sistemi yaratmağı, peyvəndlərin, testlərin, pandemiya ilə əlaqəli digər tibbi ləvazimatların istehsalı üçün bilik və texnologiyaların ötürülməsində bir-birinə kömək etməyi öhdəsinə götürür. Razılaşma həmçinin inkişaf etməkdə olan ölkələrə yardım göstərmək üçün maliyyə koordinasiyası mexanizminin yaradılmasını, eləcə də qlobal təchizat zəncirinin və logistika şəbəkəsinin yaradılmasını əhatə edir.